Bəli, Türk Dövlətləri Təşkilatının media forumu ölçüsünə başlayıb. Forumdan öncə qeyd edim ki, Türk Dövlətləri Təşkilatının media sahəsi üzrə işçi qrupunun 12-ci iclası keçirildi. Məhz iclasda hansı mövzular yer aldı müzakirə predmeti təbii ki, Türk dövlətlərində media sahəsinin ekosisteminin formalaşdırılması, birgə standartların tətbiq edilməsi əsas müzakirə predmeti oldu. Hazırda da elə kadrdan görürsünüz. Forum ölçüsünə başlayıb. Forumda müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar müzakirə olunmaqdadır. Müzakirənin əsas məsələsi isə təbii ki, sürətlə artan informasiyaların riskləri də özünlə bərabər gətirməsidir. Eyni zamanda dezinformasiyalara qarşı mübarizədə birgə fəaliyyət planının hazırlanmasıdır ki, dezinformasiyalar artıq sərhədləri belə aşma gücünə malikdir. Bu istiqamətdə isə Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin məhz media sahəsi üzrə birgə fəaliyyətini təşviq edilməsi, bir-birinə dəstək göstərilməsi baxımından olduqca vacib məsələlərdən biridir və buna görə də forumda əsas müzakirə predmeti budur. Süni intellektlə və onun zərərləri ilə bağlı birgə fəaliyyət göstərilməsi, buna qarşı dayanıqlığın qorunması istiqamətində də müzakirələr aparılmaqdadır. Təbii ki, forum barədə ətraflı məlumatları biz digər efirlərimizdə çatdırmağa çalışacağıq. Türk dövlətlərinə üzv olan ölkələrin məhz nümayəndələrinə həm söhbət olmuşuq, onların fikirlərini təqdim edəcəyik. Hələlik isə bizdən bu qədər deyib sözü yenidən sizə ötürürük.